Yaxşı, uşaqlar, deməli, bugün keçirik Almaniya, bir də Avropada reformasiya dövrünü keçirik. Çox maraqlı, belə həm biraz belə çətin, amma çox maraqlı mövzudur. Ümumiyyətlə, Avropanın ən qarışıq, ən qəribə, ən belə gizli və ən maraqlı dövrüdür. Gəlin başlayaq ümumiyyətlə birinci Almaniyadan. Almaniyada bu dövrdə baş verən proseslərlə. Deməli, 962-ci ildə Almaniya kralı olan 1-ci Otto Roma papasını müdafiə etmək müqabilində özünü Roma imperatoru elan edir. Beləliklə yaranır yeni bir dövlət, müqəddəs Roma imperiyası. Baxın uşaqlar, bu müqəddəs Roma imperiyası Alman torpaqlarında yaranır və Almaniya arasında yaranır. Bunun qədimdəki İtaliya ilə, Roma ilə heç bir əlaqəsi yoxdur. Almaniya ərazisində yaranan, qismən İtaliyanın şimalını əhatə edən müqəddəs Roma imperiyası adlı dövlətdir. 1-ci Otto dövləti yaratdı, müqəddəs Roma imperiyasını yaratdı. Yeri gəlmişəm 1806-cı ildə Napolyon son qoyacaq müqəddəs Roma imperiyasına. Və bundan sonra, müqəddəs Roma imperiyasının yaranmasından sonra bu müqəddəs Roma imperatorları ilə Roma papaları arasında başladı bir mübarizə. Xüsusən də İtaliyanın şimalı uğrunda mübarizələr başladı. 12-ci əsrdə bu mübarizədə müqəddəs Roma imperatoru məğlub olur və Almaniya müxtəlif kiçik dövlətlərə parçalanır. Müxtəlif dövlətlərdən ibarət olur. Və Almaniya ərazilərində eyni zamanda feodal dağınıqlığı dövrü də başlayır. Düşünün ki, bu dövrün Almaniyası necədir? Azərbaycanın xanlıqları da düşünün. Hər vilayətin hakimi deyir ki, mən bu hissənin kralıyam, rəhbəriyəm. Müxtəlif, az 300-ə qədər deyirik ki, dövlət var idi Almaniya ərazisində. Beləliklə bu belə. Bundan sonra və deyirik ki, Almaniya qədər Roma papaları ilə mübarizə aparan digər krallar da var idi də, dərsə qulaq asın. Sonra, reformasiya. Reformasiya nədir uşaqlar? Reformasiya yenilənmək, nizamlamaq mənalarını verir. Reformasiya kilsənin, Avropadakı xristiyan kilsəsinin, katolik kilsəsinin, xüsusən də başda Roma papası olmaqla Avropa əhalisinə bir növ qan uydurmasının qarşısını almaq, xristiyan dinini, katolik məzhəbini yeniləmək, nizamlamaq məqsədilə ortaya atılmış bir ifadədir. Reformasiyanın dini, sosial və iqtisadi səbəbləri var. Dini səbəblər nələrdir? Dini səbəb budur ki, Roma papası və xristiyan kilsəsi Avropada əsas söz sahibi olmaq istəyirdi. Bura aiddir, məsələn, indulgensiya, cənnət qəbizləri. Bura aiddir müxtəlif mənasız mərasimlər keçirib pul yığmaq. Bura aiddir kilsələr, müxtəlif torpaqlardan, kəndlərdən vergi yığmaq. Bunlar hamısı dini səbəblərə aiddir. Artıq Avropa əhalisi Roma papasının, xüsusən də xristiyan kilsəsinin zülmündən bezmişdir. Sosial və iqtisadi səbəblər var burada. Bu sosial səbəblər və iqtisadi səbəblər əsasən kəndlərin vəziyyətinin ağırlaşması. Düşünün ki, əhali həm kilsəyə vergi ödəyir, həm feodala vergi ödəyir, həm dövlətə vergi ödəyir. Çox qarışıq bir dövrdür də və əhali də bezmişdir artıq. Xüsusən də Roma papasının dediyimiz kimi, katolik kilsəsinin əlindən. Yaxşı, reformasiya necə başladı? Reformasiya hərəkatı ilk olaraq başlayır Almaniya ərazisində 1517-ci ildə Martin Luther tərəfindən. Martin Luther adlı şəxs özü professor idi, lakin eyni zamanda özü də dini təhsil almışdır. Lakin sonra artıq xristiyan kilsəsinə, katolik kilsəsinə qarşı çıxırdı. 1517-ci ildə Martin Luther Württemberg darvazalarına və Wittenberg kilsəsinin darvazasına 95 tezisini asır. 95 tezisini alır, orada maddələr var idi, 95 tane. Maddə tezis var idi. Ölür kilsə var. Yox, hələ ki yox. Yəni yaşayır yox. 95 tezisini asır və burada Roma papasının, katolik kilsəsinin əhalini əzməsi, mənasız vergilər yığması və s. Burada öz əksini tapır. Daha sonra Martin Luther'in 95 tezisi 1445-ci ildə uşaqlar kitab çapı olmuşdu da, kitab kəşf olunmuşdu. Həmin çap vasitəsilə yayılır Avropada geniş ərazilər, xüsusən Almaniyada geniş yayılır və
geniş yayılır və 1521-ci ildə Worms şəhərində qurultayda Roma papası belə bir qərar çıxardır ki, Martin Luther və tərəfdarları həbs olunmalıdır, onların kitabları yandırılmalıdır, onun kitabları və s. Martin Luther də, hətta Roma papası onu dəvət edir kilsəyə, deyir ki, gəl Romaya bir danışaq, söhbət eləyək. Martin Luther də bilir ki, getsə tutasılar, ona görə getmir. Əvəzində Saksoniya kralına sığınır, Saksoniya kralı da onu müdafiə edir. Martin Lutheri müdafiə edir. Martin Lutherin tərəfdarları yeni bir kilsə yaradırlar, bu Lutheranlıq kilsəsidir. Eyni zamanda protesto bilirsiniz, etiraz deməkdir. Kilsəyə qarşı çıxanlar, Martin Lutherin tərəfdarları protestoçular idi deyə, onların adları qalır nə? Protestantlar. İki dənə tərəf var idi hələ ki, protestantlar və katoliklər. Bu mübarizənin nəticəsi olaraq 1555-ci ildə Augsburg sazişi imzalanır. Başqa hansı sülh Augsburg sazişinə əsasən, baxın, çox önəmlidir. Augsburgdan test düşmə ehtimalı çoxdur. Müəllimlərin şey qəbulunda düşürülür. Augsburg sazişi ilə Almaniyada dini müharibəyə son qoyulur. Artıq Almaniyada dini müharibə bitir. Katolik dini rəsmi olaraq parçalanır. Katolik dini rəsmi olaraq iki hissəyə bölünür. Katolik və yəni parçalanması rəsmiləşdirilə bilmir. Protestantlar. Və protestantlar rəsmi olaraq tanınır. Amma burada müxtəlif fərqli cəhətlər nələrdir, onu deyək. Protestantları azad, hər bir Almaniya arasındakı hər bir dövlətə icazə verilirdi ki, istədiyi məzhəbi seçsin, ya katolikliyi, ya protestantlığı. Amma o şərtlə ki, əhaliyə icazə verilmirdi. Məsələn, kral seçirdi, Saksoniya kralı seçirdi ki, mən protestantlıq istəyirəm, məsələn istəyirəm, onda bütün əhalidə olmalıydı protestant. Və yaxud da ki, digər bir Alman dövlətində deyirdi ki, mən katolikliyi seçirəm, bütün əhalidə seçməliydi katolikliyi. Yəni, təbələrə, əhali demək, seçim hüququ verilmirdi. Kral nəyi seçirdisə, hansı məzhəbi seçirdisə, əhali də onu qəbul eləməliydi. Eləmirsə, çıxıb gedib başqa yerdə yaşaya bilərdi. Bu formada tanınmışdılar. Bir də bir şey deyim sizə. Habsburglar sülaləsi var məşhur, Avropada bu dövrdə hökmran olan. Habsburglar idarə etdiyi 3 dənə dövlət var idi, ortasında. Müqəddəs Roma İmperiyası, Avstriya və İspaniya. Bu 3 dövləti Habsburglar nəsli idarə edirdi. Nə bilim, biri əmoğlu idi, biri dayıoğlu idi, biri kim idi. Yəni, bu nəsli idarə edirdi. Bu hissədə əsas bilməliyik Augsburg sazişini və Martin Lutherin reformasiyanın başlaması. Bir də 1524-25-ci illərdə, baxın, bu Augsburg sazişinin önəmi nədir? Uşaqlar, bu qədər dedik. Deməli, protestantlar neynədilər? Qələbə qazandılar. Martin Lutherin tərəfdarları qələbə qazandı. Rəsmi olaraq məzhəb kimi Almaniyada tanınmaq hüququ əldə etdilər. Protestantlar Almaniyada demək qalib gəlmiş oldular. 1524-25-ci illərdə isə Almaniyada kəndli üsyanı başlamışdı. Thomas Münster'in başçılığı ilə. Hətta Martin Luther də ona dəstək vermişdi kəndli üsyanına. Sizə Martin Luther'lə Thomas Münster'in oxşar fərqli cəhətini də bilərlər. Oxşar cəhət deyək ki, kilsəyə qarşı idi, feodal qaydalarına qarşı idi, fərqli cəhətləri. Martin Luther inanırdı ki, dinc yolla, təhsil yolu ilə insanları maarifləndirməklə nəticə əldə etmək olar. Amma Thomas Münster deyirdi ki, ancaq çevriliş yolu ilə, ancaq silahla nəticə əldə etmək olar. Martin Luther nə qədər onu yola gətirməyə çalışsa da bir nəticə vermir və nəticədə Thomas Münsterin kəndi hərəkatı yatırılır, üsyan yatırılır və üsyancılara divan tutulur və Thomas Münsterin üsyanının, məsələn, Fransadakı Jacqueslar və İngiltərədəki Lothar üsyanından fərqli cəhət odur ki, bu üsyanın yatırılmasından sonra qaydalar daha da sərtləşdirilir. Nəticəsi olur. Vergilər artırılır, kəndlərin hamısı, hətta azad olanlar da təhkimli halına salınır. Bütün qayda qanunlar isə daha da sərtləşdirilir. Avropada reformasiyaya baxsaq, Avropada reformasiya, yəni ki, kilsənin yenilənməsi, katolik kilsəsinə qarşı, Roma papasına qarşı etirazların digər dövlətlərdə hansı formada yekunlaşmağına baxsaq, İngiltərədə 16-cı əsrdə məhz parlamentində belə desək köməyi ilə kral müstəqil bir kilsə yaradır.
Anglikan kilsəsi. Hansı ki, İngiltərə kralı, həm də İngiltərə kilsəsinin nə idi? Rəhbəri idi. Deməli, İngiltərədə də reformasiya nə oldu? Qalib gəldi. Fransada isə, Fransada Jean Calvin adlı bir adam çıxır. Martin Luther'dən təsirlənmişdi o, 16-cı əsrin ikinci yarısında. Ancaq Jean Calvin'də biraz vəziyyət fərqli idi. Qoydu onu. Jean Calvin Xristian dinində çox şey qarşı çıxırdı. Məsələn, deyirdi ki, tədbirlər, şənliklər, mərasimlər, ad günləri, toy, bunlar hamısı dində olmalı şeylər deyil. Bunları çıxarmaq lazımdır dindən. Və Fransada da Kalvinizm, deməli, Kalvinizm yarandı, etiqadı yarandı. Reformasiya uğursuz oldu hansı ölkələrdə? İtaliyada və İspaniyada. Buna deyirik əks reformasiya. Yəni ki, İtaliya və İspaniyanı idarə edən krallar, iri feodallar yuxarı təbəqə reformasiyaya icazə vermədi. Heç bir icazə vermədi. Roma papasının təbii ki, dəstəyi ilə və bu ikisində katolik dini rəsmi olaraq qaldı. Yəni, əlavə etiqad yaranmasına icazə vermədi. Reformasiyaya qarşı mübarizə üçün əks reformasiya var idi ki, əks reformasiyada bir nümunəsi də Varfolomey gecəsi adlı hadisədir. 1572-ci ildə Fransanın paytaxtı Parisdə bir gecədə o hadisə bilirsiniz necə olur? Qapılara xat çəkilir. Hayır, protestantların qapılarına xat çəkilir. Gecə əsgərlər hücum eləyir, həmin şəxslər öldürülür. Səhv eləmirəmsə rəqəmlərə görə 10.000-ə yaxın insan öldürülür bir gecədə. Xat çəkilən bir gecədə. Protestantların qapılarına xat çəkilirdi. Kim ki, hansı ailələr ki, protestant idi. Elçin də. Hə, divan tutulurdu. Belə, reformasiya bu qədər. Reformasiyanı başa düşdünüz, yenilənmək, nizamlamaq deməkdir. Reformasiyanın əsas səbəbləri dini, sosial, iqtisadi səbəblər var idi. Katolik dininə qarşı, katolik dinini yeniləmək, Roma papasının bu zülmünə qarşı çıxma məqsədi ilə idi. Qalib gəldi deməli, Almaniyada, Fransada və İngiltərədə qalib gəldi. Reformasiya başladı Martin Luther'in 95 tezisi ilə. Martin Luther sığınmışdı kimə? Saksoniya kralına və nəticədə İtaliyada, İspaniyada isə məğlub oldu. Almaniyadakı reformasiyanın nəticəsi isə 1555 Augsburg sülhü ilədir. Katolik dini rəsmi olaraq parçalandı və protestantların etiqad azadlığı tanındı. İndi biz gəlirik 1618-1648-ci illər 30 illik müharibə. 30 illik müharibə nədir? Bu da məşhur müharibələrdəndir. 30 illik müharibənin də səbəbi dini səbəblərdir. Almaniya ərazisində, yenə də Almaniya ərazisində başlamışdı, Alman torpaqlarında. Müqəddəs Roma imperatoru ilə protestant knyazlar arasında başlamışdı. Biz 30 illik müharibələri deyirik, dini müharibələrin sonuncusu. Dini müharibələrin sonuncusu deyirik. Əslində dedik ki, Almaniya arasında Müqəddəs Roma imperatoru ilə protestant knyazlar arasında başlayıb. Amma İngiltərədən başqa bütün böyük Avropa dövlətləri müharibəyə qarışmışdır. Bundan sonra dini müharibə baş vermir. Yox. Almaniyanın 30 illik müharibə nəticəsində, müharibənin gedişində Alman torpaqları tamamilə talan edildi, kəndlilər pis vəziyyətə salındı, şəhərlər, kəndlər dağıdıldı və müharibənin biz nəticəsinə baxırıq ki, nəticəsi Festivalya sülhündə müəyyənləşdi. Eyni adlı deməli, konferans keçilir, Festivalya konferansı keçilir və burada sülh bağlanır. Bu deyirik ki, o dövrə qədər ki, ölkələrin ilk konferansı idi. Yəni, toplandılar, müharibənin nəticələrini müzakirə edildilər və sülh müqaviləsi bağladılar. İlk dəfə idi belə bir hadisə baş verildi. Dini müharibələrin sonuncusu idi. Almaniyanın parçalanması rəsmiləşdi. Almaniya 300-ə qədər dövlətə parçalandı, artıq rəsmi olaraq parçalandı və ilk dəfə olaraq 30 illik müharibənin yekununda hər hansı bir Avropada imzalanan hər hansı bir müqavilədə Roma papasının imzasına ehtiyac duyulmadı. Əvvəl 2 dənə Avropa ölkəsi müharibə edirdisə, sonda onun tanınması üçün bir də Roma papası bir yolu imza atmalıydı. Çünki Roma papaları Avropanın ən nüfuzlu insanlarıdır. Ancaq bu ilk dəfə idi ki, Roma papasını atdılar kənara, özləri toplandılar, Avropa dövlətləri, sülh imzaladılar, konferans keçir. Yəni Roma papasını sayılır. Və Festivalya sülhünün nəticələrindən biri də o idi ki, Qərbi Avropada üstünlük keçib İspaniyadan Fransa. Qərbi Avropada üstünlük bu dövrdə İspaniyadaydı.
keçdi Fransaya. Biz bunu nə ilə eyniləşdirə bilərik? 1588-ci ildə La Manche döyüşü ilə ki, üstünlüyü orada keçmişdi. Yenə də orada keçmişdi İngiltərə, dənizlərdə üstünlük keçmişdi. Burada isə ümumiyyətlə Qərbi Avropada üstünlük keçir Fransaya. Belə. Baxın, sizə deyim, məndən Şərq Anadolu'da Cavit. Bu ikisini müzakirə deməli, fərqləndirilməsi düşünür. Oxşar və fərqli cəhətləri. 30 illik müharibə ilə Augsburg'un oxşar və fərqli cəhətləri düşmüşdür. Sizdə belə formalı düşə bilər. İli, məsələn, Augsburg yaxşıdır, amma siyahını eyni vaxtda yadda saxlaya bilərsiniz. İndi, sizə bu iki sülhün, bu iki deməli, hadisəni biraz fərqləndirməyiniz üçün əzbərinizdə yaxşı yadda qalsın deyə bir-iki şey deyil. Augsburg sazişi haradadır? Harada yazmışım? Augsburg sazişi əsasən protestantlara aiddir. Yəni, katolik dininin rəsmi olaraq bölünməsinə aiddir. Protestantlara etibar azadlığı kanunu və s. və bu formada. Almaniyada dini müharibəyə son qoyulur, katolik dini parçalanır. Amma 30 illik müharibə, orada artıq daha böyük məsələlər, yəni Avropaya aid olan məsələlərdir. Dini müharibələr son qoyulması, Almaniya parçalanması rəsmiləşdi, 300-ə belə dövlət və s. Yəni, sırf dini müharibə deyil də. Hə, bəhanəsi dinidir də bunun. Bunun bəhanəsi dini müharibədir. Amma əsas məqsəd nədir? Ərazilər keçirmək. Yəni, ərazilər Avropada hegemonlu olurlar, daha doğrusu əsas məqsəd. Avropada kim hegemon olacaq? Başlamışdı Müqəddəs Roma İmperatoru, amma onun üçün nə oldu? Uğursuz oldu. Çünki bütün Müqəddəs Roma İmperiyası birləşir Almaniyada parçalandı 300-ə qədər dövlətə. 300-ə qədər dövlətə parçalanması özü də nə vaxta kimi qaldı? Ta 19-cu əsrin ikinci yarısına qədər. Sonra birləşdi. Otto von Bismarck Almaniyanı birləşdirənə qədər 1870-71-ci ilə qədər Almaniya dağınıq vəziyyətdə qalmışdır. Təbii ki, ona qədər keçəcəyik. Viyana sülhündən sonra yaranmışdır, Almaniya İttifaqı yaranmışdır. Sonra 1834-də Gölmə İttifaqı, 1867-də Şimali Almaniya İttifaqı falan buralar var. Ancaq ki, 19-cu əsrin sonuna qədər deyirik, Almaniya parçalanmış vəziyyətdə qaldı. Dediyiniz kimi bizdə xanlıqlar kimi. Hə, eyni də, xanlıqlar kimi. Burada daha vəziyyət pisidir. Burada dediyimiz kimi, həm kilsənin təsiri güclü idi, həm feodal dağılmalar var idi, üstünə də kralların hakimiyyəti. Burada daha çətin bir vəziyyət.